Aleykümselam ve rahmetullahi ve berekatuhu. Qardaş soruşur ki, aktual məsələlərdən biri odur ki, bəzi adamlar var, Wi-Fi-ların şifrələrini qırırlar və başqasının Wi-Fi-larından istifadə edirlər. Bunun hökmü nədir? Ümumiyyətlə, qısa şəkildə bunun hökmü odur ki, əgər başqa bir adam Wi-Fi-na bir kod qoyubsa, bir şifrə qoyubsa, onu qırmaq olmaz. Çünki onun şəxsi mülküdür. Mənası odur ki, ona görə şifrə qoyub ki, o başqalarının işlətməyini istəmir. Ona görə belə hallarda ondan izin almadan, onun razılığı olmadan kiminsə başqasının Wi-Fi-ından istifadə etmək düzgün deyil. Amma o yerlərdə ki, məsələn, marketlərdir, tarqova senderlərdir, belə yerlərdə ki, ümumiyyətlə açıq qoyublar ki, kim istəyir istifadə eləsin, belə yerlər istisna. Lakin şifrəli olan Wi-Fi-ları qəsdlə, müəyyən proqram vasitəsilə, müəyyən proqramistlərin vasitəsilə onun şifrəsini qırıb, ondan sahibi izin vermədən istifadə etmək olmaz. Bu, eyni nəyin hökmündədir? Məsələn, bir insanın qapısında meyvə ağacı var. Bir insanın qapısında meyvə ağacı var. Yəni, bir insana başqasına halaldır ki, gedib başqasının qapısına atılsın, onun ağacından, yəni ki, meyvə ağacından dərsini aparsın evinə. Və yaxud da birinin bostanı var, qarğıdalı səpib, o birisi taxıl səpib. İzin vermədən kiməsə halaldır ki, gedib ondan istifadə eləsin. Təbii ki, halal deyil. Əgər bir insan ərazi həsr eləyibsə, oraya müəyyən ehtiyacı olan şeyləri səpibsə, ondan izinsiz o şeylərdən istifadə etmək olmaz və bu baxımdan da həmin Wi-Fi məsələsi. Allahu aləm.